Əgər biz oğul dövrünə qədəm qoymuşuqsa və İsa Məsih bizim xilaskarımıza çevrilirsə, İsa Məsihin adı xilaskarın adıdır və biz İsa Məsih haqqında şəhadət verən şahidlərin missiyasını tamamlamalıyıq. Niyə belədir? Çünki ata dövrü başa çatmışdır. Bu o deməkdir ki, ata dövrünün sərhədləri və məhdudiyyətləri var idi. Sonra oğul dövründə İsa Məsih bu dünyaya xilaskar kimi gəldikdən sonra, xilaskarın adı İsa'dır, vəftiz və dua İsa adı ilə edilməlidir və biz İsa haqqında şəhadət verən şahidlərin rolunu yerinə yetirməliyik. Onda müqəddəs ruh dövründə kimin şahidi olmalıyıq? Biz yeni adın şahidi olmamalıyıq. Bu, Yehova adı deyil, İsa adı deyil, müqəddəs ruhun adıdır. İsa'nın yeni adı xilaskar adı kimi aşkar edilməlidir. Həqiqəti qəbul etdikdən sonra ilk dəfə kilsəmizə gələnlərin çoxu deyir, niyə siz İsa adı ilə deyil, Məsih Ahsan Kong adı ilə dua etdiniz? Hər şey yeni və qəribədir. Özünü yad hiss etmək təbiidir. Məgər oğul dövründə Yəhudilər İsa'nı qəbul etməyib və onu çarmıxa çəkmədilərmi? Onlar dedilər, Yehovadan başqa xilaskar yoxdur. Beləliklə, onlar İsa adı ilə gələn xilaskara iman edə bildilərmi? Yəhya 10-cu fəsil 30 ayədə İsa deyir, mən və ata birik, mən Allaham. Nəticədə onlar İsa'nı daşlamağa cəhd göstərdilər. Təsəvvür edin ki, onlar daş götürüb İsa'nı daşlamağa cəhd edəndə, bu dövrdə sizinlə necə ziddiyyət təşkil edir? Niyə o vaxt belə etdilər? Mən orada olsaydım, dərhal inanardım, deyir çoxları. Buna baxmayaraq, hər kəs 2000 il əvvəlki mühitlə eyni mühitdə yaşayır. Allahın yer üzünə bədəndə gəlməsinə, bizə öyrətməsinə və bizimlə olmasına baxmayaraq, insanlar Allahı necə qəbul edirlər? Necə ki, müqəddəs kitabda deyildiyi kimi İlyas və Məsih gəlsələr də, onlarla istədikləri kimi davranırlar, yadlara necə davranırlarsa, eləcə də. Bununla belə, Peter kimi imanımız olub, kimə gedək? Əbədi həyat sözləri səndədir deməməliyikmi? Sonra niyə İsa'nın adı ilə dua etmirsən, sualı ilə bağlı bu məsələni araşdırmaq üçün bir an vaxt ayırmalıyıq. İsa yer üzünə gəlməmişdən əvvəl Nuh, İbrahim, İlyas, İshak və Yaqub kimi iman əcdadları və çoxlu möminlər də var idi. Bəs sizcə onlar hansı adla dua ediblər? İsa gəlməmişdən əvvəl idi. Onların hamısı Yehova adı ilə dua edirdilər. Lakin İsa yer üzünə gəldikdən sonra insanlar İsa adı ilə dua etməyə başladılar. Beləliklə, Yehovanın adı ilə dua edən Yəhudilər, İsa'nın adı ilə dua edən İsa'nın müqəddəsləri haqqında nə düşünərdilər? Onlar Nazaret təriqətinin bir hissəsidir. Yehovadan başqa Allah olmadığını nəzərə alsaq, İsa'nın adı ilə dua etmək onlar üçün nə qədər qəribə və alışılmamış hiss idi. Bununla belə, bütün bunlar müqəddəs kitabda və peyğəmbərlərin təlimlərində izah edilməyibmi? Həmçinin Allahın özü onlara bu həqiqəti öyrətmək üçün yer üzünə gəlmədimi? Onda gəlin 116-cı Zəbur vasitəsilə ondan əvvəlki vəziyyətə nəzər salaq. 4-cü ayəyə baxaq. O zaman Rəbbin adını çağırdım. Kimin adını çağırdı? Rəbbin. Atanın dövründə kiminsə adına dua etməliyik. Bu müddət ərzində Yehovanın adında dua etmək bütün dualarımızı Allaha çatdıra biləcəyimiz yeganə yol oldu. Ancaq zaman əhdi cədid dövrlərinə dəyişdikcə İsa kimin adında dua etməyimizi söylədi. Gəlin Yəhya kitabının 14-cü fəslinin 13 ayəsinə nəzər salaq. Və mənim adımla hər nə diləsəniz. O nə dedi? Onu edəcəyəm ki. Gəlin 16-cı fəsilə keçək. 23 ayəyə baxaq. O gün məndən heç nə soruşmayacaqsınız.
Doğrusunu sizə deyirəm. Mənim adımla atadan nə diləyirsinizsə, o sizə verəcək. İndiyə qədər mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun. İsa dedi, indiyə qədər mənim adımla heç nə diləmədiniz. Sonra kiminsə adı ilə dua edirdilər. Onlar Yehovanın adı ilə Allahdan ruhani lütf və xeyir dua istədilər, lakin o, bundan sonra onların nə etməli olduqlarını söylədi. O, onlara hər şeyi İsa'nın adı ilə diləməyi söylədi. Bu, atanın dövrünü oğlun dövründən fərqləndirmək üçün istinad nöqtəsi kimi istifadə edilə bilən şeydir. Atanın dövründə hər kəs Yehovanın adı ilə dua edərkən dualarına cavab alırdı. Oğlun dövründə isə İsa'nın adı ilə dua etdikdə dualarına cavab alırdı. Onda, indi yaşadığımız müqəddəs ruhun bu son dövründə, dualarımıza cavab almaq üçün kimin adı ilə dua etməliyik? Bu, yeni addır. Bu, sadəcə hər hansı bir yeni ad deyil, İsa'nın yeni adıdır. İkinci gələn Məsihin adı, müqəddəs ruhun son dövründəki müqəddəs ruhun adı deyilmi? Biz həmin ada arxalanaraq dua etdikdə dualarımıza cavab ala bilərik. Biz atanın və ya oğlun dövründə deyil, müqəddəs ruhun dövründə yaşayırıq. Onda müqəddəs ruh dövründə Allahın hazırladığı imanı qəbul edənlər, xilası əldə edib əbədi səmavi padşahlığa girə biləcəklər deyilmi? Biz Məsih Ahn Kongun bu dövrü xilas etmək üçün bu dünyaya gəldiyini bir çox insana məlum edənlər olmalıyıq. Bununla xütbəni yekunlaşdırmaq istərdim. Təşəkkür edirəm.